ورحمة الله وبركاته. محمد آل محمد صلوات. Səhifə 423. Səhifə 423, ayə 38. أعوذ بالله من الشيطان الرجيم. بسم الله الرحمن الرحيم. ما كان على النبي من حرج فيما فرض الله له. سنة الله في الذين خلوا من قبل. سنة الله في الذين خلوا من قبل ولو كان أمر الله قدرا مقدورا. سنة الله في الذين خلوا من قبل وكان أمر الله قدرا مقدورا. الذين يبلغون رسالات الله ويخشونه ولا يخشون. الذين يبلغون رسالات الله ويخشونه ولا يخشون أحدا إلا الله. وكفى بالله حسيبا. ما كان على النبي من حرج فيما فرض الله له. سنة الله في الذين خلوا من قبل وكان أمر الله قدرا مقدورا.
الذين يبلغون رسالات الله ويخشونه ولا يخشون أحدا إلا الله. وكفى بالله حسيبا. ما كان محمد أبا أحد من رجالكم ولكن رسول الله. ولكن رسول الله وخاتم النبيين. ما كان محمد أبا أحد من رجالكم ولكن رسول الله وخاتم النبيين. وكان الله بكل شيء عليما. وكان الله بكل شيء عليما. يا كثيرا وسبحوه بكرة وأصيلا. وسبحوه بكرة وأصيلا. والذي يصلي عليكم وملائكته ليخرجكم من الظلمات إلى النور. وكان بالمؤمنين رحيما. هو الذي يصلي عليكم وملائكته ليخرجكم من الظلمات إلى النور. وكان بالمؤمنين رحيما.
يا أيها النبي إنا أرسلناك شاهدا ومبشرا ونذيرا وداعيا إلى الله بإذنه وسراجا منيرا وبشر المؤمنين بأن لهم من الله فضلا كبيرا ولا تطع الكافرين والمنافقين ودع أذاهم وتوكل على الله وكفى بالله وكيلا صدق الله العلي العظيم. اللهم صل وسلم وزد وبارك على رسول الله أعوذ بالله من الشيطان الرجيم. إن الله وملائكته يصلون على النبي يا أيها الذين آمنوا صلوا عليه وسلموا تسليما. اللهم صل على محمد وآل محمد. اللهم صل على محمد وآل محمد. اللهم صل على محمد وآل محمد. أعوذ بالله من الشيطان الرجيم. بسم الله الرحمن الرحيم. الحمد لله رب العالمين والصلاة والسلام على سيدنا محمد. اللهم صل على محمد وآله الطيبين الطاهرين سيما بقية الله في الأراضين ناموس دهر حجة بن الحسن. قال الله في كتابك الكريم أعوذ بالله من الشيطان الرجيم. بسم الله الرحمن الرحيم. وما أرسلناك إلا رحمة للعالمين. صدق الله العلي العظيم. İbadat, itaətlərimizin, dualarımızın qəbul olunmağı, bu məclisin Allah dərgahında qəbul olunmağından ötəri Peyğəmbər və ailəsinə səlavat edək. Allahümmə salli ala Muhammed və ali Muhammed.
Həzrəti Peyğəmbər Əkrəmin və İmam Sadiq əleyhissalamın adı ilə bağlıdır məclis. Bildiyimiz kimi Vəhdət həftəsinin artıq sonudur. Allaha and verə izzət-i cəlalına, Allah mütəal Peyğəmbərə xatir günahlarımızı bağışlasın. Bütün müsəlmanları bağışlamamış bu dünyadan aparmasın inşallah. Bu mübarək bayram münasibəti ilə bir daha siz əzizləri, bütün dünya müsəlmanları, yeri vardır ki, insanlardan əlavə bütün aləmləri təbrik eləyək. Çünki Allah Quranda buyurur ki, rəhmətən lil aləmindir. Bu Peyğəmbər aləmlərə gəlib, aləmlər bunun şənində xəlq olunub. Aləmlər bu Peyğəmbərə xatir xəlq olunub və bu Peyğəmbər dünyaya gələndə aləmdə olan məxluqlar sevindi. Bunun vücudu ilə, bunun dünyaya gəlişi ilə. Bir daha mübarək olsun bütün müsəlmanlara və siz əzizlərə, başda İmam Zaman ağa olmaqla Allaha and verə izzət və cəlalına, Allah mütəal o həzrətin zuhurunda təcil eləsin. Çünki Peyğəmbərin gətirdiyi həmən şəriəti yenidən insanlara olduğu kimi çatdıran Həzrəti İmam Zaman əleyhissalam olacaq. Çünki rivayətlərdə var ki, Həzrəti İmam Zaman əleyhissalam zuhur eləyəndə Allahın dinin, şəriətin insanlara çatdıranda çox insanlara çox qəribə gələcək. Deyərlər ki, bu nədir? Bu hansı dindir? Bu hansı şəriətdir? Yəni, insanlar o qədər dəyişərlər şəriəti. İnsanlar o qədər dəyişiklik apararlar. Fikir verin, bugün insanlara diqqət eləsək, cəmiyyətdə bəzi düşüncələr, təfəkkürlər formalaşıb, şəriətin qanunu o qədər onlar üçün maraqlı deyil. Məsələn, mən müşahidə edirəm, baxıram, yeni yazarlar var, məsələn, kitablar yazırlar. Onlar elə insanı mehvər qərar veriblər, hər şeyi onun ətrafında. Əslində belə deyil, əslində mehvər Allahdır. Mehvər Allah olmalıdır, hər şey onun ətrafında olmalıdır. İnsanın vücudu, insanın varlığı çox qiymətlidir. İnsan çox qiymətli varlıqdır. İnsan çox dəyərli varlıqdır. Allahın xəlq elədiyi məxluqatın içində ən üstün məxluqdur. Və Peyğəmbər burada nümunədir. Üstün varlıqdır, üstün məxluqatdır insan, məxluqların, xəlq olunmuşların içində. Amma burada mehvər Allahdır. Peyğəmbərə Əkrəmin həyatına baxaq, Peyğəmbərə gəlib nə deyir? Peyğəmbərə deyir ki, sənə mən kömək eləyirəm də Peyğəmbərin o çətin vaxtında. Yəni Şeybi Əbi Talibdə olanda Peyğəmbər bir dəfə oradan çıxır həcc mərasimində, gəlir deyir, kömək eləyirəm, mənim bu qədər silahlım var, mənim bu qədər imkanım var, sənə kömək eləyirəm, amma bir şərtim var, o şərtlə razılaş, bir dənə onu qəbul eləyərsən. Həzrət soruşur, nədir o şərt? Deyir, səndən sonra vəsiyi mən olum. Həzrət demir, gəl mənə kömək elə. Həzrət desə, gəl mənə kömək elə, kömək eləyəcəklər. Həzrətin də gücü olar, onun da silahlısı olar, onun da imkanı olar, amma nədir? Allah olmaz məsələnin içində. Həzrəti Peyğəmbər buyurur ki, yox. Buyurur, belə deyil, yox. Allah kimi desə odur. Allah desə məndən sonra canişin kimdir, odur. Allah kimi seçsə o olacaq. Yəni Allah, mehvər Allahdır. Hər yerdə mehvər Allahdır. İnsanlar bunu dəyişiblər. Məsələn, baxırsan, xanıma deyirsən, hicabını düzəlt, o bilirsiniz onunla necə formalaşıb. Mən bilərəm Allah, mən onu görmüşəm. Bunun şahidi oluram, siz də olursunuz. Məsələn, götürür yazırlar ki,
sosial şəbəkədə bu nə hicabdır? Məsələn, hicab belə olmur da, bu formada olmur, hicab kamil olmalıdır. Hicab insanın naməhrəmlə digər naməhrəmin arasında olan bir dənə maniyədir. Yəni hicabı sən bir məhdudiyyət qoyursan qarşı tərəf üçün. Görmüşəm, özüm şahidi olmuşam. Deyirlər bu nə hicabdır da, məsələn onu düz geyinməmisən, deyir ki mənə belə xoşdur. Bu deyən adam var ha, mənə belə xoşdur, bu sözü deyən adam. Bu adamı heç kimdə hicab bağlamağa məcbur eləmir. Biri var məsələn ata qoymur, qardaş qoymur, məcbur eləyirlər ki başını bağlayacaqsan. İndi deyirsən məcburiyyət qarşısında belə geyinib də, məsələn bu məcburdur. Məcbur eləyirlər ki başını örtməlisən. Bu da neyniyir? Bərbəzəkli bu formada geyinir. Yəni mən nədir? O biri şeylərimdən qalmayayım da. Bu ona görə belə geyinir. Yox, vallah belə də deyil. Yəni bu tanıdığımız adamlar, gördüyümüz cəmiyyətdə adamlar, get nəslinə bax, nəsildə bir dənə namaz qılan da belə yoxdur. Və necə oldu bu? Bunu məcbur eləyən yoxdur hicaba, bu hicabı geyinir bu formada. Nə oldu? O bəzi yazarlarımızın səhvləri, xətaları. Həmişə tənqidi yazanı, tənqidi danışan adamı cəmaət çox xoş deyir də, məsələn, tənqid olanda çox meyl eləyirlər. Amma bir də var, bir məsələnin kökü var, kökü. O kökə dəyməməlisən. Çox insanlar oldu, o kökdən xəbərləri olmadı, amma mütaliələri var idi. Elə bildilər, elə öz ağıllarının bütün məhsulu neyniyərlər, ortaya qoya bilərlər. Qoydular ortaya, qəlbin Allahla düz olsun, qəlbin bir dənə yaxşı olsun Allahla. Bu hicab, bu məsələdir, bəli. Bəli, geyim, köynəyi buracan geyinəsən, axırıncı düyməni də bağlayasan, amma burada Allah olmasa bu qəlbdə, bu paltarın nədir? Qiyməti yoxdur. Belə geyinməyin qiyməti yoxdur. Amma bu qeydi orada vurmaq lazımdır. Bu ol demək deyil. Bu qəlbi Allahla düzəldərsən, başqa şeyə diqqət eləməzsən. Baxın, bir tərəfli yanaşdılar çox məsələlərə. Bir tərəfli olmaz. Sənin geyimin də yerində olmalıdır, qəlbin də Allahla olmalıdır. Qəlbin də Allahla düz olmalıdır, geyimin də yerində olmalıdır. Bu düşüncələr bu cür yavaş-yavaş nədir, cəmiyyətdə rəvac tapır, yayılır, böyüyür. Məsələ gəlir o yerə çatacaq ki, İmam Zaman şəriət gətirəndə, həmən şəriətin əslini bizə göstərəndə, şəriəti Peyğəmbər gətirib. O şəriətin əslini İmam Zaman barmağın qoyanda üstünə deyəndə ki, şəriət əslində bunu deyir, onda deyəcəklər ki, bu nə gətirib? Hətta bəzi yerlərdə var, rivayətlərdə var, düşüncələr o qədər korlanacaq ki, deyəcəklər İmam Zaman əleyhissalama ki, sən Ali Muhammeddən deyilsən. Allahümmə səllə alə Muhammed, Ali Muhammed. Sən o ailədən deyilsən. Niyə? Çünki həmişə bizə nə tanıtdırılacaq? Bu ailə deyir ki, elə hər şey yaxşı olacaq, əla olacaq. Filan zikri 50 dəfə deyin, cənnət əhlisiz siz. Filan ancaq zikirdən danışın, bundan danışın. Bu şeyləri deyin, amma deyəsiniz ki, insanlara biraz məsuliyyətli olun. Haqlar var, onları qoruyun. Haqq bu dərəcədədir, bu cürdür. Bunları belə eləyin, bu cür eləyin. Haqq deyəndə elə kimə nə sərf eləyir, ondan danışır. Belə yox, Allah dediyi, Allah istədiyi, şəriət başa saldığı nədir, ədalət nədir, o ədalət. Bu məsələlər o qədər dəyişəcək ki, İmam Zaman əleyhissalamın dövründə bu belə olacaq. Həzrəti İmam Zaman əleyhissalam onu nədir? Olduğu kimi gətirib çatdıracaq. Mən niyə haşiyə çıxdım burada? İşarə eləmək istədim ki,
Yəni peyğəmbər dediyi məsələ, peyğəmbərin üstündə dayandığı məsələ nədir? Allah necə xoşlayır? Allah necə istəyir? Adam var deyir ki, belə demə cəmaata. Cəmaata bu formada demə, məsələn, sənin hicabın belə olmalıdır. Sən məsələn, buna demə sənin geyimin belə olmalıdır. Buna demə sənin toyun bu formada olmalıdır. Mən getmişəm də əzizlərin toylarında görmüşəm. Məsələn, şərab toyuna aid olan adət ənənəni görmüşəm dini toyda. Dini toy deyəndə yəni nə? Dini toy bu olmalıdır ki, indi ad olaraq deyirlər də. Bu toyda yəni haram olmamalıdır. Harama aid şeylər olmamalıdır. Görmüşəm rumkaları düzüblər üst-üstə, oradan da duşes tökürlər stəkanların içinə. Nədir? Duşes halaldır da. Başa düşdüm, indi bu duşes halaldır da. Bu nə deyirsən? Bu nə adətdir? O cahil bilmir, o başa düşmür. Sən namaz qılan, sən dindar, sən dini başa düşən, sən bunu niyə eləyirsən? Bu nədir? Hə, belə şeyləri deməyin, vallah deməyin, qaçacaqlar. Bu qaçsın da, dünya nə qədər genişdir, qaçsın. Kuruq vursun yer kürrəsinin başına, qaçsın da. Mən həqiqəti deməyim ki, qaçsın. Peyğəmbərə nə dedilər? Dedilər, ey Allahın rəsulu, bir il biz la ilahə illallah deyək, sən nə deyirsən biz deyək baş üstə. Bir il. Bir ildə sən bizdən işin olmasın, biz gedək bütlərimizi neynəyək? Bütlərimizə sitariş edək. Ən azı düşünənəm də, hə, bunlara deyim, yaxşı, bir il qoy mənə qulaq assınlar, bir il bunlara təbliğat aparacam da, ayıldacam da bunları. Peyğəmbər hətta belə də eləmir. Nə deyir? Quran ayəsi nazil olur, Peyğəmbər onlara denər, sizin dininiz sizin üçün, bizim dinimiz bizim üçün. Yəni, mən şərtlə istəmirəm sən qəbul eləyəsən, bunları istəmirəm. Allah Peyğəmbərinə deyir ki, Kafirun surəsi nazil olur, ey kafirlər, sizin dininiz sizin üçün. Sizin düşüncələriniz sizin üçün. Yox, Allah deyir ki, bir dənədir. Mən dediyim kimi olacaq, mən dediyim düşüncə olacaq, mən dediyim tərzi təfəkkür olacaq, bu olacaq. Peyğəmbər-i Əkrəm də bunu çatdırır, bunu başa salır. Allahın yer üzündə rəhmət Peyğəmbəri gəlir. Allah ayədə deyir ki, وَمَا أَرْسَلْنَاكَ إِلَّا رَحْمَةً لِلْعَالَمِينَ. Yəni, Peyğəmbər mənim rəhmətimin təzahürüdür. Yəni, Peyğəmbər gəlib, rəhmətimin təzahürüdür. Bu Peyğəmbər sizlə nə cür davranırsa, rəhmətin təzahürüdür. Bu Peyğəmbər birini götürür əsir. O əsir deyir ki, bağışla məni, mən bilməmişəm, mən söz verirəm, sənə qarşı vuruşmayacam, məni azad elə. Peyğəmbər də neyniyir? Azad eləyir bunu, get. Növbəti müharibə olur, gəlir, növbəti dəfə Peyğəmbərə qarşı vuruşur, indi fikirləşib ki, hədə, məsələn də 92-də bunları vuruşduq, məhv elədi, indi də belə olacaq da. Düşmən bəzən fikirləşirdi, onlar xam xəyalda idi. Elə bilirdilər ki, elə indi də eləyəcək. Yox, Peyğəmbərin vaxtında da bəzi xam xəyalda olan insanlar var idi. Ha, düşdü, gəldi ki, hədə, bu müharibədə necə olmuşdusa, çətinliyə düşmüşdü, qaçmışdı. İndi bu müharibədə daha yaxşı hazırlaşmışıq, bunları məğlub eləyəcəyik, Peyğəmbəri də öldürəcəyik. Gəldi, genə də əsir düşdü həmən adam. Əsir düşəndən sonra gəldi Peyğəmbərin qabağında oturdu, yalvardı, məni bağışla canımı. Peyğəmbər dedi, yox, bu ondan deyil. Aparın, edam edeyim. O Peyğəmbərdir. Rəhmətən lil aləmin olan Peyğəmbərdir. Birincidə bağışladı, ikincidə bağışlamadı. Rəhmət səlb oldu bu Peyğəmbərdən, rəhməti aradan getdi, yox.
Peyğəmbər birincidə bağışladı, yola saldı rəhmətinə. İkincidə Peyğəmbər insanları nəzərə alaraq, yəni cəmiyyətdə belələri nəfəs almamalıdır. Cəmiyyət üçün bunun nəfəsi almağı nədir? Zərərdir. Cəmiyyətə rəhmətini göstərir. Bu cəmiyyət üçün xəstəlikdir. Bu düşüncədə olanlar cəmiyyətdə yaşamamalıdır. Baxın, Quranda Həzrəti Musanın qovmu üçün nə deyir Allah? Bir yerə gəlir, Həzrəti Musadan üz döndərirlər bunlar, filan eləyirlər. Həzrəti Musa gəlir, bunları Nil çayından keçirdir. Bu boyda möcüzəni görürlər, sonra Həzrəti Musadan yenə də üz döndərirlər. Orada bir yerdə Allah Müteal deyir ki, tövbələrinizi o şərtlə qəbul eləyəcəm ki, bir-birinizi pısaqlayın, öldürün. Gəldilər Peyğəmbərlərinə, dedilər ki, Allah bizi bağışlasın. Allah da deyir ki, öldürsünlər bir-birini. Quran ayəsidir. Niyə öldürsünlər bir-birini? Hələ ondan qaçanlar olacaq, o əmirdən qaçanlar olacaq, işim yox. Allah deyir, yəni səni mən bağışlayıram, amma bu cəmiyyətdə nəfəs alma. Yəni mən sənin canımı bağışlayacağım, indi ki səni öldürəcəklər, bir-birinizi bıçaqlayın, öldürəcəksiniz bir-birinizi. Bu ölənlərin canında mən söz vermişəm, bağışlayacağım, amma bu cəmiyyətdə yaşama, nəfəs alma. Çünki sən qalsan yenə eləyəcəksən. Eyni şeyi yenə eləyəcəksən. Bəzən Allahın rəhmətin biz başa düşmürük. Rəhmət nədir? Ateist niyə deyir? Məsələn, filan şey. Gəlir, deyirsiniz, Ərhəmər, Rahimin, filan. Başlayır belə misallar çəkməyə ki, Peyğəmbər belə eləyib, Allahın əmri olub, edam hökmü filan. Bunlar başa düşməyiblər, rəhmət bunun arasındadır. Rəhmət var burada. Allah deyirsə bu öldürülməlidir, rəhmətdir. Rəhmət üzündəndir, mənə rəhm eləyir Allah. Gələcək cəmiyyətə rəhm eləyir Allah, deyir öldürün, bunun nəfəs almağı zərərdir. Bu xəstəliyi yayacaq, öldürün bunu, təmizləyin bu cəmiyyəti. İmam zaman gələndə də eyni işi Peyğəmbər gördüyü işi neynəyəcək? Görəcək. Buyurur, rəhmətən lil aləmin. Peyğəmbər Allahın rəhmətinin təzahürüdür. İnsan bu cəmiyyətin əsasını təşkil eləyir. İnsan bu cəmiyyətdə gəldi, Allah bunu göndərdi, bu cəmiyyət yarandı. Allah buyurdu ki, bu cəmiyyətə bir dənə müəllim lazımdır, bir nemət lazımdır. Elm lazımdır, müəllim lazımdır, tərbiyəçi lazımdır və Allah Müteal nə buyurur? Buyurur ki, mən Peyğəmbərimi göndərdim, o Peyğəmbər gəlsin, İnnəmə bu'istu liutəmmimə məkariməl əxlaq. Peyğəmbər buyurur ki, o gözəl əxlaqı tamamlamaq üçün Allah neynədi? Məni göndərdi. Əxlaq, yəni insanların daxilini düzəltmək üçün. Allah məni göndərdi, mən gəlim insanların daxilini düzəldim. Salavat hədiyyə eləyək. Allahümmə salli ala Muhammed və ali Muhammed. Mənə istidi, yoxsa sizə də istidi? Mən elə biləm istidi. Baxın, əzizlər, gəldi neynədi? İnsanların o xuluqun, daxilin neynəsin? Düzəlsin. Həzrəti Peyğəmbər bunun üçün gəldi. Allah tərəfindən bu göndərildi. Buyurur ki, Əddəbəni Rəbbi fə əhsənə təqdibi. Allah ən gözəl şəkildə məni ədəbləndirdi və ən gözəl şəkildə ədəbləndirmək üçün göndərdi. Mürəbbi, diqqət edin əzizlər, tərbiyəçi, hər tərbiyəçi müəllim ola bilər, hər müəllim tərbiyəçi ola bilməz. Allah demir sizə müəllim göndərdim, deyir sizə tərbiyəçi göndərdim. Yəni, tərbiyəçidə müəllimlik xüsusiyyəti olar, amma hər müəllimdə tərbiyəçi xüsusiyyəti olmur. Hər müəllim bunu bacarmır.
Buyurur ki, Allah məni ən gözəl şəkildə ədəbləndirdi, göndərdi və ən gözəl şəkildə ədəbləndirən mənəm. Əl-murabbi li şeyin vəl-muslihi ləhu. Mürəbbi üçün neçə dənə təriflər deyirlər. Təriflərdən biri də budur ki, neynəsin? Hidayətə çatdırsın tərbiyə elədiklərini. Yəni, dərs dediklərini hidayətə çatdırsın. Hidayətdən azdırsın, yox. Müəllim o deyil azdırsın. Müəllim o deyil Allahdan uzaq salsın. Müəllim o deyil həqiqətdən uzaq salsın. Peyğəmbər-i Əkrəm buyurur, yer üzündə Allahın göndərdiyi ən gözəl tərbiyəçidir. Buyurur ki, وَمَنْ أَعْرَضَ عَنْ ذِكْرِ فَإِنَّ لَهُ مَعِيشَةً زَنْكَ وَنَحْشُرُهُ يَوْمَ الْقِيَامَةِ أَعْمَى. Bu Quran ayəsində Allah Müteal buyurur ki, mənim zikrim, Quranda nə buyurur? Zikir nədir? Qur'an-ı Kərim və Peyğəmbər Əkrəmdir. Zikir deyəndə Qur'an və Peyğəmbər Əkrəm. Buyurur, kim üz döndərsə, bu Peyğəmbərdən üz döndərsə, bu Peyğəmbərə tabi olmaqdan üz döndərsə, onun gələcəyi yoxdur, onun həyatı yoxdur. O pak həyat görə bilməyəcək. O pak yaşayış görə bilməyəcək. Pak yaşayış görmək istəyirsə, buyurur ki, Peyğəmbər-i Əkrəmə tabi olmalıdır. Və Quran ayəsinin davamında belə buyurur. وَنَحْشُرُهُ يَوْمَ الْقِيَامَةِ عَانَا. Qiyamət günü o məhşərə kör gələcək. Məhşərdə bir dənə kör olacaqsa, o da kimdir? Peyğəmbərdən üz döndərən. Məhşərdə insanlar bir kör tapsalar, o kör kimdir? Allahın zikrindən üz döndərən, Qur'andan və Peyğəmbərdən üz döndərən. Buyurur ki, Allah Müteal bu Peyğəmbər yer üzündə mənim göndərdiyim həmən nümunədir ki, ondan üz döndərən nədir? Məhşərə kör gələcək. Sonra buyurur ki, وَكُنْتُمْ عَلَى شَفَى حُفْرَةٍ minənnar fəəngədəkum minha. Allah ayədə birinci nədən danışır? Allah birinci vəhdətdən danışır. Ayənin əvvəlində Allah Müteal vəhdətdən danışır. Həzrəti Peyğəmbərin mövludu bilirsiniz də, yəni vəhdət həftəsi, İslam Peyğəmbərinin mövludunu niyə vəhdət həftəsi eləyirlər? Məsələn, əhl-i sünnə Peyğəmbərin mövludunu bir gün, əhl-i şiə başqa bir gündə bildiyinə görə biz amma Peyğəmbərdəki ixtilafımız yoxdur. Hamı Peyğəmbəri qəbul edir. Peyğəmbərdə ixtilaf yoxdur. Peyğəmbəri başqaları ilə nədir? Biz ixtilaf eləmirik. Ona görə nə ediblər? Vəhdət həftəsi. Yəni, bir həftə mövlud həftəsi kimi keçirdirlər, həftənin əvvəlindən axırına, onların dediyi gündən biz deyilən günə qədər. Çünki tarix nədir? Xəbər vahiddir də, tarixdə nədir? İxtilaf ola bilər, məsumların həyatında, məsələn, filan gündə yox, filan, tarixdə ixtilaf ola bilir. Vəhdət Qur'an-ı Kərimdə belə buyurur. وَاَعْتَسِمُوا بِحَبْلِ اللّٰهِ جَمِيعًا وَلَا تَفَرَّقُوا وَاذْكُرُوا نِعْمَةَ اللّٰهِ عَلَيْكُمْ اِذْ كُنْتُمْ أَعْدَاءً. Baxın, əzizlər, Allah deyir ki, birləşin, bir ipin ətrafında yapışın və parçalanmayın. Sonra buyurur. وَاذْكُرُوا نِعْمَةَ اللّٰهِ عَلَيْكُمْ. Sizə Allahın neməti gəldi ya, o neməti yadınıza salın. O hansı nemətidir? İz kuntum a'da'an əlləfə beynə qulubikum. Siz bir-birinizlə düşmən idiniz. Allah neynədi? Sizin aranızda ülfət yaratdı, məhəbbət yaratdı. Bu ayə harda nazil olmuşdu? Bu ayə Ovs və Xəzrəc qəbilələri bəzən bir keçinin üstündə davaları düşürdü, 40 il çəkirdi. Qəribədir, hə?
xəbərlərdə göstərdilər. Tayfa var, Türkiyənin hansısa bölgəsində davaları düşüb, bir nəfər birini öldürüb, qisas almaq üçün gəlib giriblər, uşaqdan böyüyə hamısını neyniyiblər, evdə gülləliyiblər, körpələrinə qədər. Nədir? Güya bunlar qan davası edirlər, bütün nəslin toxumunu kəsirlər. Uzağa getmək lazım deyil. İndi yaşayırıq o cahiliyyət dövrünü. Allah Müteal deyir ki, neynirdilər? Ovsla Xəzrəc, bunlar bəzən bir keçinin üstündə, bir dəvənin üstündə davaları düşürdü və bu davanın nəticəsində qırırdılar bir-birini illərlə, 40 il bəzən bu dava çəkirdi. Allah neynədi? Peyğəmbəri göndərdi. Allah deyir ki, mənim nemətimi yadınıza salın. O nemət sizə gəldi və sizin qəlblərinizdə neynədi? Bir mehribançılıq yaratdı. O mehribanlığı heç kim yarada bilməzdi. Peyğəmbər gələndən sonra nə oldu? Peyğəmbərin ayağı Mədinəyə dəydi, Yəsribə. Mədinə yox, Yəsrib. Sonra oldu Mədinə. Peyğəmbərin ayağı dəyəndən sonra oldu Mədinə. Mədinətul Munəvvərə. Nurlu şəhər. Peyğəmbərin ayağı dəyəndən sonra idi. Əvvəl Yəsrib idi. Peyğəmbər Əkrəm o mübarək torpağa gəldi ayağı dəyəndən sonra Ovsla Xəzrəc neynədi? Bir-biri ilə düşmən olan iki dənə qəbilə ənsar oldular. Muhacir üçün neynədilər? Nicat yeri oldular. Yığışdılar bir yerə, mehriban oldular. Nə ki özləri ilə mehriban oldular, Məkkədən hicrət eləyənlər üçün də pənah yeri oldular. Götürdülər, mallarını böldülər onlarla. İrs aparırdı. İrs aparırdılar bir-birindən. Bu nədir? Qur'an-ı Kərim buyurur ki, yadınıza salın Allahın o nemətin. Allah sizin aranızda mehribançılıq yaratdı bu Peyğəmbərlə. Qul in kuntum tuhibbunallah fəttəbi'uni yuhbibkumullah və yəğfir ləkum zunubəkum. Əgər istəyirsiniz Allah sizi sevsin, Allah sizə məhəbbət bəsləsin, bu Peyğəmbərə məhəbbət bəsləyin. Və bu Peyğəmbərdən itaət eləyin. Bircə sevmək yox, itaət eləyin, itaətində dayanın. Əgər bunu istəyirsinizsə, Allah Müteal buyurur ki, belə eləyin. Peyğəmbərin şəxsiyyəti ilə bağlı mən bir nöqtələrə işarə eləyim siz əzizlər üçün. Peyğəmbər Əkrəm gəldi. Bu Peyğəmbər bir mağaranın içindən düşdü, gəldi Məkkənin içinə, o müşriklərin içinə. Hamı onu təksib edirdi. Hamı deyirdi, yalancıdır, sehirbazdır, şairdir, dəlidir, məcnun filan. Bu sözləri Peyğəmbər üçün deyirdilər, nauzubillah. Bu sözləri Peyğəmbər üçün deyirdilər. Necə oldu Peyğəmbər bunları dəyişdi? Necə müvəffəq oldu? Nə səbəb oldu? Nə xüsusiyyəti var idi bu Peyğəmbərin? Bunları dəyişə bildi bu Peyğəmbər. Bu Peyğəmbər gələndə neçə müharibələr yaratdılar. Neçə dənə davalar yaratdılar. Peyğəmbərin ətrafında kim var idi? Onlarla vuruşurdular. Necə oldu Peyğəmbər bunu dəyişdi? Necə oldu həmən Peyğəmbəri təkzib eləyən adam Uhud müharibəsində can verir, səhabə deyir, getdim başının üstünə. Bir vaxtlar bu Peyğəmbər gələndə bu Peyğəmbəri qəbul eləməyən insanlar, ona məcnun deyən insanlar, ona sahir deyən insanlar, ona daş atan insanlar indi o Peyğəmbərin ayağının altında, dizinin altında müharibədə can verirlər, görün nə deyirlər. Qayıdır, deyir səhabə, Səd ibn Rəbi can verir, səhabə deyir ki, gəldim, yaxınlaşdım, Kəb ibn Sur danışır bunu. Yaxınlaşdım, deyir, buna dedim bir vəsiyyətim var, bəlkə ürəyində vəsiyyətin olar, bir vəsiyyəti elə.
Deyir, dedi ki, hə, varımdır, niyə yoxumdur vəsiyyət? Nə qədər sağsız qoymayın bu Peyğəmbərin başından bir tük əskik olsun. Bu hansı adamdır? O Peyğəmbərin qabağında dayanan adamdır. Bu hansı adamdır? O Peyğəmbər üçün sehirbaz deyən adamdır. İndi bu Peyğəmbər neyniyib bu belə dəyişib? İndi onun yolunda, onun gətirdiyi şəriətin yolunda canın qurban verir bu vəziyyətdə. Bu Peyğəmbər neyniyib bir qadın Uhud müharibəsindən, hadisə Uhuddadır. Peyğəmbər bir qadın gəlib dəvənin üstündə meyyitləri qoyub dəvənin üstündə o kəcavə olurdu. Meyyitlərdir, oğlunun meyyidi, həyat yoldaşının meyyidi, qoyub dəvənin üstünə xanım gedir. Uhud meydanından meyyidi götürüb dəvə ilə aparır. Soruşurlar kimin meyyididir? Nə cavab versə xanım yaxşıdır? Elhamdülillahi Rabbil aləmin, Peyğəmbər sağdır. Demir oğlum öldü. Demir həyat yoldaşım öldü. Deyir həmd olsun aləmlərin Rəbbinə, Peyğəmbər sağdır. Peyğəmbər gedib müharibəyə. Bunlar Peyğəmbərlə gediblər müharibəyə, vuruşublar. Belə bir şəraitdə oğlu ölür, həyat yoldaşı ölür, soruşanda kimin meydidir, deyir həmd olsun Allahın, həmd olsun aləmlərin Rəbbi olan Allaha ki, Peyğəmbər sağdır, Peyğəmbər yaşayır, əsas budur. Oğlum şəhid olub, Allah rəhmət eləsin. Əsas Peyğəmbər sağdır, bu Peyğəmbər neyniyib? Bəzi insanlar var idi, onların valideynləri onları irsdən məhrum elədilər. Məsələn, biri var, irsdən məhrum elədilər, yaxşı da imkanları var idi, atasının imkanı var idi, irs buna çatır, məhrum elədi əmisi, nədir, sən müsəlman olmusan, müsəlman olduğuna görə nədir, mən səni məhrum eləyirəm. Misalını deyim sizə, göstərə bilərəm. Mənə gəlirdilər, dedilər ki, filan dostumuz var, bəs atası obyekt işlədir, orada şərab var, filan var. Ata oğlunu yaxına buraxmır, deyir ki, nə qədər ki, gəlib bu obyektdə oturmasan, alver eləməsən, sənin adında oğlum yoxdur. Məcbur eləyir ki, oğul neynəsin? Gəlsin. Məcbur eləyir, oğul gəlsin, şərabın içində, haramın içində qalsın, onunla çiyin-çiyinə dayansın. Bu, Peyğəmbərin vaxtında deyil, 21-ci əsrdədir. Cahiliyyət deyil bu, düşüncə, cahil düşüncəsi deyil. İnsan deyər ki, yaxşı da mən düz eləməmişəm. Məsələn də, o başa düşən cahilin də mərtəbəsi var da, cahilliyin də dərəcəsi var. Məsələn, biri var, cahil, biri də var ki, nədir? Məntiqdə deyirlər, cəhli mürəkkəb. Daha mürəkkəbdə olan budur ki, özünün cahil olduğunu da bilmir. Bir adam şərab içir, deyirsən haramdır, deyir bilirəm haramdır. Məsələn, oğluna qoymur, deyir yaxşı şey deyil, içmə. İndi mən alüdə olmuşam, sən içmə. Bu cahildir, amma bir həddə kimidir. Bu cəhli mürəkkəbdə deyil, yəni özünün düz eləmədiyini bilir. Adam da var, o düz eləmədiyini də bilmir. O artıq itib batıb qalıb orada. Belə insanlar var. Dedilər, Peyğəmbəri qəbul eləyəcəksənsə, hər şeydən səni məhrum eləyəcəyik. Amma o insanlar hər çətinliyə qatlaşdılar, Peyğəmbərin yanında dayandılar, şəhid oldular müharibələrdə, ən uca mərtəbəyə qalxdılar. Peyğəmbər buyurur, minəl mu'mininə ricalun sədəqu ma əhədəllah əleyh. İnsanların bəziləri var, onlar əhd peymanlarına nədirlər? Sadiqdirlər. Möminlərin içində bəzi kişilər var, onlar əhd peymanlarına sadiqdirlər. Yalandan la ilahə illallah deməyib. Yalandan gəlib həmən qəbul elədim, elə
zahirdə bir əyilim, durum, namaz qılanam, mən filanam, yox, belə deyil. Yalandan həccə getsin, gəlsin, belə deyil, belə deyildi. Buyurur ki, həqiqi sidq ürəklə nədir? İman gətirmişdilər. Bu Peyğəmbər bunları eləmişdi. Bunları pulla eləmək olmur axı. Bunları dünya ilə eləmək olmur. Quran-ı Kərimdə Allah özü deyir ki, bunu deyir pulla eləmək olmur. Quran-ı Kərimdə Allah ayədə belə deyir, Ənfal surəsində belə buyurur. Ləv ənfaqtə ma fil ardı cəmiən ma əlləftə beynə qulubihim və lakinnəlləhə əlləfə beynəhum. Peyğəmbər, yer üzündə nə qədər mal dövlət var, onların hamısını versəydin, sən onların qəlblərində nədir? Məhəbbət yarada bilməzdin. O məhəbbəti mən yaratdım. Yəni, sən məndə qərq oldun deyənə o məhəbbət yarandı. Sən mənim sözümü deyirdin deyənə o məhəbbət yarandı. Sən sidq ürəklə hərəkət edirdin deyənə o məhəbbət yarandı. Yəni, bu məhəbbətin yaranma səbəbi nədir? Allahdır, Allah. Peyğəmbər çünki hər addımında nədir? Allah deyib hərəkət edir Peyğəmbər Əkrəm. Peyğəmbər gəldi Məkkənin fəthində. Deyirlər ki, Əbu Cəhil eşitdi Peyğəmbər gəlib, indi müharibə başlayıb, müharibə eləyirlər. Əbu Cəhil getdi qıraqdan başladı müşahidə eləməyə, baxsın görsün ki, vəziyyət nə yerdədir. Məsələn də getsin görsün bunların ruhiyyəsi nə yerdədir, neynirlər bunlar. Gördü Peyğəmbər dəst namaz alır, dəst namazın suyu yerə tökülməmiş götürürlər. Təbərrük götürürlər. Peyğəmbər dəst namaz ala-ala əllərin açıblar, təbərrük götürsünlər deyənə su yerə tökülmür. Deyir, Əbu Cəhil qayıtdı, gəldi, Məkkə əhlinə dedi, mübarizə aparmağın daha faydası yoxdur. Da mübarizə aparmayın. Dedilər, niyə? Dedi, o kişi elə bir iş görüb ki, bunlar onun dəstnamaz suyundan təbərrük aparırlar, heç yerə tökülməyə qoymurlar. Bunun saçı yerə düşür, bunlar götürürlər təbərrükən. Qoymurlar yerə düşsün. Bunlarla mübarizə aparmağın daha faydası yoxdur. Peyğəmbər bunları necə eləmişdir? 1. Peyğəmbər bu müvəffəqiyyəti necə əldə eləmişdir? 1. Quran-ı Kərim buyurur, Yusuf surəsinin axırı 108-ci ayədə. Həl qul həzihi səbili ədu iləllah əla bəsirətin. Peyğəmbər, de, bu mənim yolumdur və Allaha tərəf mən bəsirətlə çağırıram. Bəsirət. Aldatmaqla yox, yalanla yox. Neynirəm? Dəlillə, subutla, bəsirət üzündən çağırıram. Peyğəmbərin övladı dünyasını dəyişir, gəlirlər, Peyğəmbərin ay tutulur və Peyğəmbərin övladı dünyasını dəyişib, bu hadisə baş verir. Başlayırlar belə danışmağa, Peyğəmbər deyir ki, heç bir aidiyyatı yoxdur. Övladıma heç bir aidiyyatı yoxdur bunun. Yəni, mən sizi dinə xurafatla çağırmıram, gələsiz. Olur, bəzi əqidələr yalan danışır. Yalandan neynir? Başqa əqidəyə böhtan atır. Yalandan. Olmayan şeyi deyir ki, onlarda filan şey var. Bunun yalan danışmağı, bunun batilliyinin subutudur. Yəni, görsəz bir nəfər yalan danışır, yalandan olmayan bir şeyi bir əqidə üçün deyir, demək o insanın əqidəsinin yalan olmağının subutudur. Yalandan deyirsən, sən həqiqətidir. İnsanlara həqiqəti Peyğəmbər buyurur, 1. Müvəffəq olmağının əsas səbəbi. 1 bu, 2. Peyğəmbər öz hədəfi üçün ürək yandırırdı. Peyğəmbərin hədəfi nə idi? Mən sən hidayət olaq. İnsanlar hidayət olunsunlar. İnsanlar cəhalətdən çıxsınlar. İnsanlar nura çıxsınlar.
əzizimiz oxuyurdu Quran ayəsi. Da'iyən ilallah və siracən munira. Parlaq günəşdir Peyğəmbər və Allaha tərəf dəvət eləyən günəş. Allaha tərəf aparan işıqdır Peyğəmbər Əkrəm. Bu Peyğəmbər Əkrəm, Allah Müteala buyurur ki, bu Peyğəmbər bu cürdür. Bunun xüsusiyyətləri bir, dəlil üzündən dəvət eləyirdi. İkinci, ürəyi yanırdı. Ürək yandırırdı Peyğəmbər. Nə qədər ürək yandırırdı? Hə, Peyğəmbər, salavat deyək. Allahümmə salli ala Muhammed ali Muhammed. Peyğəmbər o qədər ürək yandırır, o qədər ürək yandırır. Allah deyir, ay kişi, bəsdir da. Yəni, o qədər ürək yandırır, Allah deyir, daha bəsdir. Neynirsən? Taha ma ənzəlnə aleykəl Qur'anə li təşqa. Qur'anı sənə nazil eləməmişəm, sən öz vəziyyət eləyəsən. Allah baxdı, gördü Peyğəmbər neyniyir? Özün öldürür, gecə ibadətləri, namazlar filan. Bəlkə mənim sözümün təsiri yoxdur. Peyğəmbər bəzən gəlir, dayanır, deyir Allahümmə hdi qavmi innəhum la ya'ləmun. İlahi, mənim qovmumu hidayət elə. Onlar bilmirlər. Peyğəmbərin dişini sındırıblar, başını sındırıblar. Əlini açır, dua edir, gecə səhərə kimi səcdədə dayanır bu Peyğəmbər. Deyir, ilahi bağışla. Kimi? İlahi, alnımı sındıranı bağışla. Dişimi sındıranı bağışla. Niyə? Mənim dişimi sındırsalar deyərəm, Allah bağışla. Səhərdən axşama kimi qarğış eləyəcəm ona. Allah deyərəm, bəlasını ver. İslamda ən gözəl xüsusiyyət nədir biri də? Bağışlamaq. Ən gözəl əxlaq nədir? Bağışlamaq, əhv eləmək. Peyğəmbərin xüsusiyyətidir. Peyğəmbər səhərə qədər başını qoyur səcdəyə, qalır Allahın qabağında, deyir, ilahi, bunlar cahildilər, bunlar bilmirlər. İlahi, sən bunları bağışla, sən bunlardan keç. Allah deyir, Peyğəmbər daha bəsdir. Bəsdir bu qədər daha özünə əziyyət elədin. Fikir vermişsiniz? Mən görmüşəm, mən çox misal vururam gündəlik həyatımızdan ki, uzağa getmək lazım deyil. Bəzi insanlar olur, müharibə olub, vəzifəndir, getməlisən. Elədir? İndi mərhələ, indi bu mərhələ getməlidir, sonra bu mərhələ getməlidir, filan kəslər getməlidir. Çağırıblar, heç baxırsan könüllü də getməyib. Bəziləri var, düşüblər cəmiyyətin içinə, sui istifadə edirlər. Mən qazıyam, onun başına qışqırır. Mən qazıyam, bunun başına qışqırır. Bir şəhid məclisində bir dəstəni gördüm belə, ruhani söhbət eləyir, dedilər, şəhid qardaşı yaxınlaşdı bunlara ki, biraz sakit olun da, ruhani danışır. Elə buranın ruhanisi də bizik, hər şey bizik. Yaxşıca onları tərbiyələndirdilər, işim yox. Başqa bir döyüşçü, könüllü vuruşub gəlib, təzədən yaralanıb gəlib, onu burada saxlaya bilməyiblər, genə də qayıdıb vuruşan, əyninə forma geyinməyən əskər, onları yaxşıca tərbiyələndirdi. Sonra onlara bir söz dedim, dedim, əzizim, bu millət üçün vuruşmağa getmişdin? Deyir, bəli. Deyirəm, mənim üçün vuruşmağa getmişdin? Deyir, bəli. Deyirəm, o danışan üçün vuruşmağa getmişdin? Deyir, bəli. Deyirəm, mənim üçün can qurban verməyə getmişdinsə, bəz mənim başıma qışqırsın. Bəli, mən sənin hörmətini saxlamalıyam. Sizin hörmətiniz, əziyyətiniz itirilməz, itirilməməlidir. Amma sən bunu bilməlisən, demək sən can qurban verməyə yox, nələrəsə görə getmişsən, bəziləri belədir. Amma Peyğəmbər üçün nə deyir? Allah deyir, nümunəyə baxın, bu can yandırır, ona görə müvəffəqdir, can yandırır, içi yanır, ona görə müvəffəqdir. İkinci budur, buyurur, hədəfi üçün can yandırır. Üçüncü nədir?
İnnəkə lə'alə xuluqin əzim. Gözəl əxlaqı idi Peyğəmbərin. Gözəl əxlaq çox şeyi həll eləyir. Gözəl əxlaq çox məsələləri həll eləyir. Və buyurur ki, Peyğəmbərin səbri. Sözlər deyirdilər, Peyğəmbər səbr eləyirdi. Gəlirdilər, səhabə gəlir. Ya Rəsulallah, sən kasıblarla oturmuşsan, filan eləmişsən. Gəl bu süfrədə otur. Peyğəmbər deyir ki, siz nə danışırsınız? Quran ayəsi nazil olur. Peyğəmbər onların dediklərinə səbr elə. Peyğəmbər, sən uca əxlaq sahibisən. Peyğəmbərin şəhadətində, vəfatında qeyd elədin. Peyğəmbərin məclisi dairəvari olurdu. Yəni, orada bilinmirdi baş haradır. Peyğəmbərin əxlaqı bu idi. Bu Peyğəmbər rəhmətən lil aləmindir, aləmlər üçün olan tərbiyəçidir. Hədisdə İmam Sadiq əleyhissalam buyurur ki, səbbəhna və səbbəhətil mələikə, həlləlna və həllələtil mələikə, kəbbərna və kəbbərətil mələikə. Biz təkbir dedik, mələklər dedilər. Biz təsbih dedik, mələklər təsbih dedilər. Biz Allahu Əkbər dedik, mələklər də dedilər. Yəni, bəşəriyyət üçün hələ məxluq xəlq olunmamış o aləmlərə də nədir? Peyğəmbəri göndərmişdi. Mən bir neçə kəlmə İmam Sadiq əleyhissalam barəsində deyim. Peyğəmbəri tərifləmək bizim tutumumuz üçün deyil. Və saatlarla danışsaq da nədir? Qutaran deyil. Həm də İmam Sadiq əleyhissalamın mövludu Peyğəmbərlə eyni günə düşür. İmam Sadiq əleyhissalam bir neçə iş görüb, mən onlara tez toxunub üstündən keçirəm. Əzizlərimiz buradadılar. Hacı Gülbala, dəyərli ruhani və şair, Əhlibeyt şairi buradadır, bizləri feyziyab eləyəcək, Kərbəlayı buradadır. Mən vaxtlarını çox almayayım. İmam Sadiq əleyhissalam bir neçə dənə mühüm işləri gördü. Onlardan biri nə idi? Birinci Qur'an-ı Kərimin təfsiri idi. İmam Sadiq əleyhissalam 100 il idi Peyğəmbərdən sonra Qur'anın təfsiri qalmışdı. Neçə min hədis var İmam Sadiq əleyhissalamdan Qur'anın təfsiri haqqında. Məsələn, ayə təfsir olunur, Məsum əleyhissalam buyurur ki, İmam Sadiq belə buyurdu. Alimlər buyururlar, İmam Sadiq belə buyurdu. İmam Sadiq neynədi? Qur'anın doğru təfsirini çatdırdı. İmam Sadiq bunu elədi. İkinci mühüm məsələ nə idi? Peyğəmbərin sünnətini diritdi. Bəzən İmam Sadiq deyirdi, bir teşt gətirin, gətirirdilər. Deyirdi, su gətirin, gətirirdilər, dəstnamaz alırdı. Sonra buyururdu ki, hakada vudu'ur rəsul. Peyğəmbərin dəstnamazı belə idi. Göstərirdi cəmaata. Sünnət aradan getmişdi. Bərbəzəklər aradan aparmışdı. Bir İmam Sadiq əleyhissalam göstərirdi. Üçüncü İmam Sadiqin ən üstün gördüyü işlərdən nə idi? İmaməti insanlara doğru çatdırmaq, imamət məsələsi. 60 il Muaviyyənin dövründə Həzrəti Əliyə lənət deyilib. Ümumiyyətlə Həzrəti Əlini neyniyiblər? Aparıblar, gizlədiblər tarixdə. İnsanların xəbəri yoxdur. Məsələni o qədər nədir? Qaranlığa qərq eləmişdilər. İmam Sadiq əleyhissalam gəlir, səhabə deyir ki, İmam Sadiq əleyhissalam neynirdi? Sinəsini verirdi qabağa, bütün əqidələrlə neynirdi? Bəhslər. İmam Sadiq çağırırdı, sözümüz yoxdur, gəlin bəhs edin. Minada İmam Sadiq əleyhissalam ravi deyir, neynədi? Üzün tutdu sağa, sola, dörd tərəfə İmam Sadiq üzünü tutdu, ucadan insanlar hamısı orada, dünyanın müxtəlif yerlərindən gələn müsəlmanlar, müxtəlif əqidələrdə İmam Sadiq uca səslə buyurdu, Əyyuhən nas, İmamun bə'dər rəsul Ali ibn Əbi Talib.
Peyğəmbərdən sonra İmam Əli ibn Əbi Talib idi. Summəl Həsən, summə Hüseyn. Sonra Həsən idi, sonra Hüseyn idi. Summə Ali ibn Hüseyn. Sonra Ali ibn Hüseyn, yəni İmam Səccad. Summə Muhammed ibn Ali, summə Ənə. Açıq aydın imam neynirdi? Minada elan eləyirdi. İmamət xəddi budur. Kimin etirazı var? Bismillah buyursun, bəhs eləyək. İmam Sadiq bunu düzəltdi. Həzrəti İmam Sadiq əleyhissalam digər bir məsələ nədir? Kərbəla hadisəsini təzədən diritdi. Kərbəla hadisəsi də nədir? Kim ad çəkirdisə onu neynirdilər? Aradan götürürdülər. Həzrəti Əlinin adını çəkən, İmam Hüseynin adını çəkən, Kərbəla hadisəsindən nədir? Danışan yox idi. Elə bir vəziyyətdə İmam Sadiq əleyhissalam çağırırdı, şairləri çağırırdı, mədh deyənləri çağırırdı, roza məclisləri qururdu, mədhiyyələr deyirdilər, İmam Hüseyn əleyhissalamın Kərbəlasını insanlara çatdırırdı. Bu İmam Sadiq əleyhissalamın təbliğinin nəticəsi idi ki, məsələn, Şiə əqidəsinə Cəfəri deyirlər, Cəfəri İmam Sadiqdən sonra olmayıb ki. Yəni, biz İmam Sadiqdən sonra gəlməmişik ki. Şiə Peyğəmbərdən, Şiə İbrahimin şiəsi. Şiə bir məqamdır, mən keçən məclisdə dedim, şiə bir məqamdır, hər bir insan Peyğəmbərin dediyi kimi yaşasa, o məqama yetişə bilər. Şiə Həzrəti Əlinin yanında dayananlar idi. İmam Sadiq əleyhissalam gəldi, imamət məsələsin, Əhl-i Beytin gətirdiyi o elmi neynədi? Genişləndirdi, göstərdi insanlara, şərait yarandı. İmam Sadiq Beynəlxalq Universitetin əsasını qoyan şəxsdir. İmam Sadiq tələbə yetişdirən, 4000 nə qədər tələbə. İmam Sadiq bunları yetişdirib. Kimya elminin bir növrəsini qoyan İmam Sadiqdən bəhrələnəndir. İmam Sadiq əleyhissalam dünyanın 4 tərəfindən insanlar gəlirdilər, İmam Sadiqdən təhsil alırdılar. İmam Sadiqin məktəbində təhsil alırdılar. Beynəlxalq Universitet onda yaranmışdı. İmam Sadiq bunu eləmişdi. Ona görə İmam Sadiqə nisbət verirlər. Allaha and verək, izzət və cəlalına, Allah mütəal bizləri Həzrəti Peyğəmbərdən ayrı salmasın. Allaha and verək, izzət və cəlalına, Allah mütəal Peyğəmbərin şəfaətindən bizi ayrı salmasın inşallah. Allaha and verək, izzət və cəlalına, Allah mütəal bu günü bizlər üçün mübarək qərar versin. Mən xahiş edirəm Hacı Gülbaladan inşallah bizi feyziyab eləyəcək, onun da salamatçılığına səlavatı deyiləyək. Allahümmə səlli əla Muhamməd, Ali Muhamməd. Allahümmə səlli əla Muhamməd, Ali Muhamməd. Ya Allah. Allahümme salli ala Muhammedin ve ali Muhammed. Euzu billahi mineşşeytanirracim. Bismillahirrahmanirrahim. Ve bihi nesta'in innehu hayru nasirin ve mu'in. Peygamber ve al peygamber cemaline salavat hediye eyle. Allahümme salli ala Muhammed ve ali Muhammed. Ben de öz növbəmdə aləmlərə rəhmət olan İslam Peyğəmbərimizin, İmam Sadiq əleyhissalamın mövludu münasibəti ilə bütün dünya müsəlmanlarını, Əhl-i Beyt şiyələrini,
Onların ki qəlbləri Əhl-i Beytin məhəbbəti ilə döyünür və əziz məscid əhlini, möminlərimizi təbrik eləyirəm və təşəkkür eləyirəm məscidin axundu, gözəl ruhanimiz Hacı Şəhadət qardaşıma ki, məni də bu gözəl, nurani məclisə dəvət eləyib. İnşallah istəyirəm birinci şeirimi salavat şeiridir, 14 Məsumun mətindədir və bu salavatları da hədiyyə eləyək şəhidlərimizin ruhuna inşallah. Salavat hədiyyə elə. Allahümmə səlli əla Muhamməd ali Muhamməd. Vücudi aləm imkanə baiz Əhməddir. Bəlkə o mikrofonu verəs, o elə bir nesə. Bob, çıxır biraz. Ya Allah. Vücudi aləm imkanə baiz Əhməddir. Ədəmlə varlıq arasında cami sərhəddir. Xudanın əvvəl olan xilqəti Muhamməddir. Muhammedin və ali Muhammed. Vücudi pakinə xatir qəbul olur həsənat. Muhammed ali Muhammed cəmalünə səlavat. Allahümmə səlli əla Muhammed ali Muhammed. Əli-dü ayine-i zat-ı kibriya-i cəli. Əli vəsi-i Muhammed, Əli cəhanə vəli. Nə dərdin olsa könül, səslə aşiqanə Əli. Tamam-ı aləmə ol şəxsidir dəri hacat. Muhammed ali Muhammed cəmalünə səlavat. Allahümmə səlli əla Muhammed ali Muhammed. Peygamberan-ı ulul əzmin elminə vaqif. Lədünni elm ilə əsrar-ı aləmə arif. Xuda cəmalını kövsərlə eyləyib tərif. Odur səbəb ki, bütün canlılar tapıbdı həyat. Muhammed ali Muhammed cəmalünə səlavat. Allahümmə səlli əla Muhammed və ali Muhammed. Məlahəti ilə Nəbi Müstəfaya bənzəri var. Şücaəti ilə Əli Mürtəzaya bənzəri var. Müsibəti ilə Şəhi Kərbəlaya bənzəri var. O müştəba ki, Əli oğludur həmidə sifat. Muhammed ali Muhammed cəmalünə səlavat. Allahümmə səlli əla Muhammed və ali Muhammed. Hüseyn-i minni, ənəm min Hüseynidir o Hüseyn. Peygamberin canı həm nur eynidir o Hüseyn. Nə kim cahanda var şaq, zeynidir o Hüseyn. Odur minav-ı səfa, mərvə zəmzəm-ü ərəfat. Muhammed ali Muhammed cəmalünə nuran səlavat. Allahümmə səlli əla Muhammed və ali Muhammed. Diyar-ı qəmdə Hüseyn oğlu sən nələr çəkdin. Xuda bilir ki, gözündən nə əşkilər tökdün. Bəyan-ı nitqin ilə zülm-i binasını söktün. Bəlağətinlə yıxıldı bütan-ı lat-ı mənat. Muhammed ali Muhammed cəmalünə səlavat. Allahümmə səlli əla Muhammed və ali Muhammed. Bu nə cəlalıdır vermiş sənə Xuda-ı cəli. Ey əhli ərz-ü səmavat, yeryüzündə vəli. Ey elmi xatəmə badir Muhammed ibn Əli. Ey insicinlə imam haqqə müstəqim sirat. Muhammed ali Muhammed cəmalünə səlavat. Allahümmə səlli əla Muhammed və ali Muhammed. İmam-ı Cəfər sadiqdir, hikmətin kâni. Açıb həqiqəti təfsir qıldı Qur'anı. Tanıttı xəlqinə tövhid-i zat-ı sübhani. Veribdü dəhridə hər bir məriz cəhlə nicat. Muhammed ali Muhammed cəmalünə səlavat. Allahümmə səlli əla Muhammed və ali Muhammed. İmam-ı Musa-i Kazimdir, əhli dərdə dəva. Atam, anam, özü ol can dərdiməndə fəda.
məqamı dərgəh-i Allahidən rizəm və riza, bəyan-ı vəsfinə yox zərrə qudrəti kəlimat, Muhammed Ali, Muhammed cəmalinə nurani səlavat. Apardılar onu qürbət diyarə qovmi dəğa, didərgün oldu vətəndən qərib imam-ı riza, şəqavət əhli içirdi o yavə zəhri cəfa, qərib imamı axır əşki çəşmidən qətərat, Muhammed Ali, Muhammed cəmalinə səlavat. Allahümmə salli ala Muhammed Ali Muhammed. Nə yerdə ərşidə məşhurdur İmam-ı Cavad, cəhanı rövşən edən nurdur İmam-ı Cavad, tamam-ı aləmə mənzurdur İmam-ı Cavad, hər eyb-i nəqsidən o şəxsüdür mütəhhər zat, Muhammed Ali, Muhammed cəmalinə səlavat. Allahümmə salli ala Muhammed Ali Muhammed. İmam-ı Hadi nəqiyyü zəkiyyü pak nəsəb, İmam-ı Hadi Kərim-ü Hərim-i kân-i ədəb, İmam-ı Hadi İmam-ı Əcəb tamam-ı ərəb, Xuda yanında o Mövla-ı sahibi dərəcat, Muhammed Ali, Muhammed cəmalinə səlavat. Allahümmə salli ala Muhammed Ali Muhammed. Əmir edilir onun mülk-ü üstünə malik-i ərş, onun cəmalinə müştaqıdır məlaik-i ərş, ona təvəssül edir arifan-ı sadik-i ərş, odur İmam-ı Həsən Əskəri, dəri xeyrat, Muhammed Ali, Muhammed cəmalinə səlavat. Allahümmə salli ala Muhammed Ali Muhammed. Çağır zəmanə imamın yetişsin imdadə, çağır zəmanə imamın yetişsin imdadə, fənai xəlq ola zülmün əlindən azadə, fəqət o kəsdir Quran təxti ərdi dünyada, zuhuru ilə tapar zülmüdən yerəhli nicat, Muhammed Ali, Muhammed cəmalinə səlavat. Allahümmə salli ala Muhammed Ali Muhammed. Dil açıb mədhinə gör, aləm Əlidən danışır. Dil açıb mədhinə gör, aləm Əlidən danışır. Hər nə var cinn-ü mələk, aləm Əlidən danışır. Hacilər çəşmi bəsirətlə nəzər qılsa görər, Kəbə-ü Mərv-i Səfa Zəmzəm Əlidən danışır. Elə bir kəsdir o ki, hər kəs olub heyranı. Nə ki məhrəm, hamı naməhrəm Əlidən danışır, bağlıban, gülşəni gül, bülbül-ü xoşxal-ı çəmən, lalələr üstə düşən şəbnəm Əlidən danışır. İstəyir, bəhs edə mehracıdır o dilbərdən, görür Allahın özü xatəm, Əlidən danışır, eşqi ilə çəkilib dağla qılım, mədhini kaş, söyləsinlər ki, yenə neysəm, Əlidən danışır, qafil ondan ki, fənai, qəmin izhar qılıb, sən qəmindən danışırsan, qəm Əlidən danışır. Hazır vaxtımız var. Can olmasa cananı fəda, can ola bilməz. Can olmasa cananə fəda, can ola bilməz. Can qədri bilən aşiq-i canan ola bilməz. Hər can deyən öz yarına qurban ola bilməz. Eşqin yoludursa bu yol asan ola bilməz. Hər səcdə rükuya gedənə söyləmə abid, hər tərki fəna eyləyənə söyləmə zahid, hər xəncər əlində olana baxma mücahid, hər qari olan amil-i Qur'an ola bilməz. Haqq əhli olan kəsləri zindanda görürsən, nahəq olanı məclisi meydanda görürsən, hilə bu qədər ki bu müsəlmanda görürsən, bu məhkidə, bu hilədə şeytan ola bilməz. Gör,
kafir olan ismi Müslüman ne kadar var? Gör surət insan ile şeytan ne kadar var? Bak gör bahalı mülküde heyvan ne kadar var? Her gün tutulan dəhride insan olabilmez. Axtarma gönül, her sebep içilər dürü gövhər. Her tövbe eden olmaz ola hürri dilaver. Sərçə nə həddi ola simurğa beraber. Milçək nə qədər qutsa da tərlan ola bilməz. Bu bəndə qulaq asın inşallah. Cəm olsa bütün görməçə olmaz yenə dərya. Hər məşki asan çiğninə səhqa deyil əsla. Çox baş kəsilib torpağın üstə düşər amma hər baş ucalıb nizəyə mehman ola bilməz. Evlər ucalır göylərə əmma ki təməlsiz. Abidlər elimsiz olub, alimlər əməlsiz. Dəhşətdir fənali, ölür insanlar əcəlsiz. Həqdir bu sözü söyləmə icam ola bilməz. Sallallahu lütful ilahi məni Kərbəlaya çatdır. Nola lütful ilahi məni Kərbəlaya çatdır. Bu qulam-ı binəvani şəhin-i-nəvaya çatdır. Ələm-i fəraq əlindən dəxi taqətim tükəndi. Sən Həzrəti Ələmdar əlini əsaya çatdır. Kərəm eylə hal kəsin qoçunu Mina dağında. Məni o xəlilin oğlu kəsilən binaya çatdır. O qədər könüldə qəm var, deməyə bir ömrü çatmaz. Bu səhifəni səbah, al əsod rübaya çatdır. Al apar bu könlü beynül hərəmeynə vasıl eylə. Gəhi səmt-i mərvə, gəhi çək apar, səfaya çatdır. O əziz-i misrə, qasid elə ərmağan bu cani. Bu ucuz məkanı məndən al apar bəhaya çatdır. Ümidim bir ahə qaldı mənim ey müvəkkili ha. Çəkil ərşə yanə yanə nəfəsim xudaya çatdır. Nə varımdı qeyri eşqi şəhi Kərbəladan Allah. Bu məhəbbət ilə ruhum çıxarıb bəqaya çatdır. Elə qəlb-i nurun içrə bu fənalini fənadır. Bu bəqa ilə vücudun əbədi fənaya çatdır. Salavat Peyğəmbər Allahümmə salli əla Muhammed teşekkür ederim. Allah razı olsun. Bir daha bayramımız mübarək olsun. Hazırlığa teşekkür ederim. Məclisi tərtib ediyoruz. Aziz çok sağ olun. Teşekkür ederim. Allah razı olsun. Değerli alimlerimizin salamatlıklarına salavat. Bayramımız mübarek olsun. Allah bu bayramı bizlere mübarek karar versin. Bu niyyete salavat işleyək. Binəbin Ərəbin və Rəsulin Mədənin binəbin Ərəbin ve Resulin Medenin
ve bi Zehra ve bi Zehra ebetunin ve bi ummin velededha selavat selavat ala Muhammed ve ala ali Muhammed. Maşallah. Selavat Muhammed ve ala ali Muhammed binebin arabin ve rasulin medeniyin binebin arabin ve rasulin ve bi Zehra betunin ve bi ummin velededha selavat selavat Muhammed ve ala Muhammed. Bir de sesle kurban. Selavat ala Muhammed ve bi Musa ve Ali ve Velid ve Vesin ve bi Musa ve Ali ve Velid ve Vesin ve bi Zehra betunin ve bi ummin velededha selavat selavat ala Muhammed ve ala ali Muhammed. Bir de sesle kurban. Selavat selavat Muhammed ve ala ali Muhammed. Günüzünle göyçəkdi ya Resulallah, mevludun mübarəkdi ya Resulallah. Günüzünle göyçəkdi ya Resulallah, mevludun mübarəkdi ya Resulallah. Ya Resulallah, ya Resulallah, ya Resulallah, ya Resulallah. Sesle kurban. Ya Resulallah, ya Resulallah, ya Resulallah, ya Resulallah. Bezenip günlerinde ya Resulallah, kör olan düşmeninde ya Resulallah. Bezenip günlerinde ya Resulallah, kör olan düşmeninde ya Resulallah. Ya Resulallah, Resulallah, ya Resulallah, ya Resulallah. Ey mümin-i Müslüman, bir nimeti davet buyur. Ey mümin-i Müslüman, bir nimeti davet buyur. Allah mübarek eylesin Mevlud peygamber buyur. Görcək bu bayram şaminin, herkes biler ey haminin, zikreyleyənlər naminin, şam-u səhər əzbər buyur.
ta eyleyək mövludiyat, hər bir peyğəmbərdən ziyad öz ümmətin istərdi buyur. Heyran olubdur el tamam, söylər səlavat-i salam, dini gedər yom-i qiyam, xurşididən əvvəldi buyur. Xəlq azmış idi bir zaman, o gövhəri koni mekan, gönderdiği dehre hükmürayan, ben soğruyum gösterdi bu Mahmudi Ahmet Adili. Salavat işte ya. Hasan Hüseyin evladıdır, şiri Xuda damadıdır, Zehra'ya tazi serdi bu, düşmezdi xakə sayesi. Nur idi əsli mayesi, Kur'an'ın her bir ayesi şənindedir, ezberdi buyur. Qismətdir bu günlər bizə, heç bir zaman yoktur bizə. Eyləndi xəlqəm o yüzden, kim sahibi mənbədir bu. Bəzməhli eksən dinləsin, şövq ilə məddahın səsin, pərvazı olmaz ol kəsin, hər ol kəsə rəhbərdir buyur. Hər kəs onu həq bilməsə, mövludda qəlbi gülməsə, imkanı olsa gəlməsə, heç şübhəsiz şafərdir bu. Ey vaciri olma məlum, həq etsin bu bəzmi qəbul yol. Bi haqqi mevludi Resul, kim sahibi ahkamdir bu. Sallu ala Muhammed ve ali Muhammed. Sallu ala Muhammed ve ali Muhammed. Sesle kurban. Sallu ala Muhammed, sallu ala Muhammed ve ali Muhammed. Zikrele bu kelmeymiş gemberi, zikrele bu kelmeymiş gemberi, Şam-ı seher her gün yo serveri, Şam-ı seher her gün yo serveri. Çün doğulup bu günü din rəhbəri, din rəhbəri, din rəhbəri. Çün doğulup bu günü din rəhbəri, din rəhbəri. Sallu ala Muhammed ve ali Muhammed. Maşallah. Sallu ala Muhammed ve ali Muhammed. Bir de sesle kurban. Sallu ala Muhammed ve ali Muhammed. Sallu ala aşık olanlar gelecek bu dere, bir nəzər ilə nura bu sakere. Aşık olanlar gelecek bu dere, bir nəzər ilə nura bu sakere. Bir salavat, yok 10 salavat, sübh namazına kimi 1000 salavat. Zikrine peygambere, peygambere. Sallu ala Muhammed ve ali
Səslə qurban. Sallu ala Muhammed və ali Muhammed. Sallu ala Muhammed və ali Muhammed. Sallu ala Muhammed və ali Muhammed. Dide sultanımız Ali Mola Ali, o Şəhi Mərdanımız Ali Mola Ali, ruhumuz canımız Ali Mola Ali, ya Ali Mola Ali Mola Ali Mola Ali, ya Ali Mola Ali Mola Ali Mola Ali, ya Ali Mola Ali Mola Ali Mola Ali, ya ruhi revanım, cismi de canım, ruhi revanım, cismi de canım, ya Ali Mola, Ali Mola, Ali Mola, Ali, ya Ali Mola, Ali Mola, Ali Mola, Ali, ya Ali Mola, Ali Mola, Ali Mola, Ali, ya Ali Mola. Ben aşkıyım, elimdeyim. Ben aşkıyım, elimdeyim. Peygamberim, elimdeyim. Dara düşsem eğer ben sabranam, ya Muhammed elimdeyim. Mevla'yım yakuyuz talal bedru aleyna min saniyetil veda vecebe şükru aleyna medan lillahi de bahar yazıyor talal bedru aleyna min saniyetil veda vecebe şükru aleyna medan lillahi dem eyyuhel mebusu fina cite bil emril muzar cite şerreftel medine merhaba ya hayradat talal bedru aleyna min saniyetil veda vecebe şükru aleyna medan lillahi de sen güneşsin sen kamersin sen nur üstüne nursun sen Süreyya ışığısın ey sevgili ey Resul talal bedru aleyna min saniyetil veda vecebe şükru aleyna medan lillahi de medan lillahi de medan lillahi de. Salavat işlediye. İlahilerimizi dergahına kaldırmışım. Naimiz sinemize kaytarma. İlahi Peygamberin mevludun bizlere mübarek karar ver. İlahi o mevludun bizlere akıncı mevlud karar verme. İlahi bizi Kur'an'dan ve Ehl-i Beyt'ten ayrı salma. Dünyada Ehl-i Beyt'in ziyaretini, mübarek şefaatlerin bizlere nasip eyle. İlahi var perverdigar-ı alem bu meclisin sabahından ölenlerimizin ruhuna çattır.
İlahi şəhidlərimizin ruhlarını bizlərə duaçı qərar ver. İlahi qazilərimizə şəfai acil inayət eylə. Milli mənəvi düşmənlərimizi məğlub eylə. İslamın bayrağını, Azərbaycanın bayrağını uca eylə. İslamın düşmənlərini, Azərbaycanın düşmənlərini məğlub eylə. İlahi xəstələrimizə, məxsusən nəzərdə olan xəstələrimizə, qazilərimizlə bahəm şəfai acil inayət eylə. Övlad istəyənlərə övlad nəsib eylə. İlahi əsirlikdə olanlarımızı öz vətənimizə qaytar. İlahi zindanda olan qardaşlarımız zindandan azad eylə. İlahi var pərverdigarı aləm ihsan ediblər, kəsblərinə, mallarına, ruzilərinə bərəkət əta eylə. İlahi ömrümüzə, ruzilərimizə bərəkət əta eylə. Evi olmayanlar var, ev nəsib eylə. Borcu olanlar var, borcların əda eylə. İlahi var pərverdigarı aləm, sənə and edirəm izzəti, əzəmət və xatir. Bizlərə Məkkə evini, Kərbəlalı, Məşhəd və digər mübarək və müqəddəs ziyarətləri bizlərə bu dünyada nəsib eylə. İlahi var pərverdigarı aləm, onlar ki, iltiması dua ediblər, bizdən də istəyirlər ki, onları hər yerdə dua edək, ilahi duaların qəbul eylə. İlahi alimlərimizi yerin göyün bəlalarından hifz eylə. Dünyasını dəyişmiş alimlərimizə, Şahin qardaşımıza da rəhmət eylə. Sev şəhadət, digər ruhanilərimiz ki var, zəhmətlər çəkirlər, ilahi ömürlərin bərəkətli qərar ver. İlahi var pərverdigarı aləm, imamımızın zuhurunu təzim eylə. Mən aşiqəm minən gələr, dürdülən minən gələr inşallah. Gələn cümə Allah bizlərə nəsib eləyər inşallah. İmam-ı zaman gələr, bu niyyətə səlavaz işləyər inşallah. Və Ali Muhammed. İnşallah qardaşlarla xidmət göstərirlər. Allah hər birisindən razı olsun inşallah. Allah ömürlərlə bərəkət versin. Allah.